Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaqlara qaldığımız yerdən davam edirik. 17-ci sınağı işləyəcəyik. Bugün sual 1. Geoloji ionlara aid olan xüsusiyyətləri müəyyən edin. Bildiyimiz kimi, yerin geoloji inkişaf tarixi ən böyük zaman vahidi olan ionlara, yəni kriptozoy və fanerozoy ionlarına bölünür. Kriptozoy ionunda yaranan süxurlarda canlı orqanizm qalıqları tapılmadığı üçün onu gizli həyat ionu adlandırırlar. Fanerozoy ionu isə əksinə aşkar həyat ionudur. Çünki fanerozoy ionunun süxurlarında orqanizm iskeletləri formalaşdığı üçün zəngin bitki və heyvan qalıqları müəyyən edilib və buna görə də fanerozoy ionunu aşkar həyat ionu adlandırıblar. Deməli, kriptozoy ionunda nələr baş vermişdir? Kriptozoy ionunda qədim qırışıqlıqların və güclü vulkanizmin başlanması, bakteriyaların, ibtidai tək hüceyrələrin yaranması olmuşdur. İndi gəlin bunu istəyirsiz cavablarda baxaq. Deməli, A. Güclü vulkanizmin başlanması dedik, bayaq kriptozoy ionuna aiddir. Gəlin bunu yazaq. Deməli, güclü vulkanizm kriptozoyda başlayıb, A aiddir 1-ə. Tetis okeanının parçalanması fanerozoy ionunda olub. Deməli, B getdi 2-yə. Bakteriyaların, ibtidai tək hüceyrələrin yaranması kriptozoyda olub. C 1-ə aiddir. Pangeya qurusunun parçalanması təbii ki, fanerozoya aiddir. D. Çılpaq toxumlu və örtülü toxumlu bitkilərin yayılması da həmçinin fanerozoy ionuna aiddir. E. 1-ə AC, 2-yə BDY, 1-də cavab B variantı. Sual 2. Günəş şüalarının payız gecə-gündüz bərabərliyi günü günorta vaxtı 50 dərəcə bucaq altında düşdüyü məntəqələr arasındakı ən qısa məsafə 1 bölünsün 30 milyon miqyaslı xəritədə nə qədərdir? Bildiyimiz kimi, günəş şüaları payız gecə-gündüz bərabərliyi günü ekvatorda zenitdə olur və bu zaman hər iki yarımkürə bərabər miqdarda işıqlanır. Deməli, 50 dərəcə bucaq altında düşdüyü məntəqələri deyil. Təbii ki, biz bunun üçün nə edəcəyik? 90-dan 50-ni çıxmalıyıq və tapırıq ki, günəş 50 dərəcə bucaq altında 40 dərəcəlik enliklərdə görünür. Deməli, 40 dərəcə şimal, 40 dərəcə şimal və 40 dərəcə cənub enliyində. Həmin məntəqələr bu məntəqələrdir. Və belə çəkəsi olsaq, belə çəkək, gəlin çəkək. Bura ekvator, bura 40 dərəcə şimal enliyi. Burada olsun 40 dərəcə cənub enliyi. Deməli, 50 dərəcə bucaq altında düşdüyü məntəqələr arasındakı ən qısa məsafəni deyir. Ən qısa məsafə, yəni bu məsafəni deyir. 1 bölünsün 30 milyon miqyaslı xəritədə nə qədərdir? Deməli, məntəqələrin ikisi də fərqli yarımkürələrdə yerləşir. Buna görə biz həmin məntəqələrin dərəcə qiymətlərini toplayırıq. 80 dərəcə. Həqiqi məsafəni tapırıq. Həqiqi məsafə biz bilirik ki, meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometr olduğu üçün 80 dərəcəni vururuq 111-ə. O da edir 8880 kilometr. Bu bizim həqiqi məsafəmiz, miqyasımız da məlumdur. Artıq xəritədəki məsafəni biz tapa bilərik. Xəritədəki məsafə bərabərdir 8880 bölünsün miqyasdan da 5 sıfır ataq 3, 4, 5, 300-ə. O da bərabərdir. Mən birbaşa cavabı yazacağım. 29,6 santimetr. Cavab C variantı. Sual 3. Uyğunluğu müəyyən edin. Mineral bulaqları verib, yerləşdiyi ərazilər verib. Onları uyğunlaşdıracaq. Bunun üçün
rəqəmləri qeyd eləyək. 1, 2, 3, 4, 5. Deməli, A. Şırlan. Şırlan Şuşadadır. 3-ə uyğundur. 3-ə yazırıq A. Darıdağ Naxçıvandadır. Yəni 4-ə B. Xaltan Qubadadır. 1-ə C. İlsu Qaxdadır. Şux isə Abşerondadır. Deməli 5-ə də Y. 1C 2D, 3A 4B 5Y. 3-ün cavabı A variantıdır. Sual 4. Ölkə əhalinin sayı 2023-cü ildə 72,5 milyon nəfər olmuşdur. Ölkədə hər 1000 nəfərə doğulanların sayı 6 nəfər, ölənlərin sayı isə 2 nəfər olub. Növbəti ildə ölkə əhalinin sayı 72,7 milyon nəfərə çatmışdır. Bu müddət ərzində ölkədən gedənlərin sayını 1000 nəfərlə müəyyən edin. Deməli, biz ilk öncə təbii artımı tapmalıyıq, 1000 nəfərə düşən təbii artımı. Təbii artımı tapmaq üçün biz doğulanların sayından ölənlərin sayını çıxmalıyıq. Deməli, 6-dan 2-ni çıxanda 4 edəcək. Deməli, hər 1000 nəfərə təbii artım 4 nəfərdir. Gəlin bunu qeyd edək. 1000 nəfərə 4 nəfər təbii artım olub. Deməli, ümumi əhalinin sayı isə 2023-cü ildə 72,5 milyon nəfər olub. Onu da bura qeyd edək. 72 milyon 500 min. 500 min. Ümumi əhaliyə düşən təbii artımı biz ilk öncə tapmalıyıq. X tənasüb yolu ilə həll edəcəyik. X bərabərdir 72 milyon 500 min vurulsun 4 bölünsün 1000. Yine birbaşa cavabı yazacağım. 290 min. Deməli, ümumi əhaliyə 290 min təbii artım olub. Deməli, biz 2023-cü ildəki əhalinin sayını bilirik. Növbəti ildə olub 72,7 milyon nəfər. Yəni, bir il ərzində nə qədər artıb əhali, ilk öncə onu tapmalıyıq. Deməli, 72,7-dən biz çıxmalıyıq 72,5. Deməli, nə qədər olacaq? 200 min nəfər. Belə yazaq. 200 min nəfər artıb. Deməli, əhali 200 min nəfər artıb. Bizdən ölkədən çıxıb gedənləri soruşur. Axı, hər artımdan sonra ölkədən çıxıb gedənlər də var. Bayaq biz tapmışdıq. Hər 1000 nəfərə 4 nəfər, 72 milyon 500 min nəfər isə tapdıq ki, 290 min nəfər əhali artıb. Ölkə üzrə əhalinin sayı növbəti ildə olub 72,7 milyon nəfər. Biz gedənləri tapmaq üçün 290 mindən çıxmalıyıq 200 min nəfəri. Beləliklə də tapırıq ki, ölkədən çıxıb gedənlərin sayı 90 min nəfərdir. Variantlara baxırıq. 4-də 90 min nəfər. D variantı. Sual 5. Doğru bəndləri müəyyən edin. İqlim qurşaqları verilib, xüsusiyyətləri verilib, bir də materiklər verilib. İndi gəlin baxaq. 1. Ekvatorial iqlim qurşağı. İl boyu isti və rütubətlidir. Bəli. Avstraliya və Afrika materikindədir yazılıb. Afrika materikində bəli, ekvatorial iqlim qurşağı var, lakin Avstraliyada ekvatorial iqlim qurşağı olmadığı üçün bir səhv cavabdır. 2-yə baxırıq. Subtropik, yay isti quru, qışı rütubətli. Bəli. Subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır. Yayda tropik, qışda mülayim hava kütlələrinin təsiri altındadır. Buna görə yay isti quru, qış rütubətlidir və subtropik iqlim qurşağına Şimali Amerika və Avrasiya materiklərində rast gəlinir. 2-ni götürürük.
3. Tropik iqlim qurşağında səpələnən radiasiya yağıntıların miqdarı az. Səpələnən radiasiya yox, tropikdə düz radiasiyadır. Ona görə 3 də səhv cavabdır. 4. Mülayim iqlim qurşağında fəsillər aydın seçilir və alçaq təzyiq sahəsi yaranır. Bəli, düzgün fikirdir. Avrasiya və Şimali Amerika materiklərində yayılıb. Bəli, bu da düzgündür. Deməli 2, 4. 5-ə də baxaq. Subarktik iqlim qurşağında deyir, yağıntıların miqdarı çox, soyuq iqlimdə. Subarktikdə soyuq iqlimdə, bəli, lakin yağıntılar fəsildən fəslə dəyişir. Belə ki, subarktik iqlim qurşağında yayda mülayim hava kütlələri təsiri altında olur və buna görə yayda yağıntılar olur. Qışda isə yağıntıların miqdarı azalır. Subarktik iqlim qurşağı Şimali Amerika materikində var, lakin Cənubi Amerika materikində yoxdur. 5 də səhv cavabdır. Bizim doğru cavablarımız 2 və 4-dür. O da A variantına uyğun gəlir. Sual 6. Xəritə sxeminə əsasən Xanbulançay, Yenikənd, Arpaçay, Ceyranbatan su anbarlarının yerləşdiyi təbii vilayətlərin müvafiq ardıcıllıqla müəyyən edin. Deməli, Xanbulançay yerləşir Lənkəran vilayətində. Yazaq 5, birinci gələcək Lənkəran vilayətində. Sonra Yenikənd yerləşir Kür dağarası çökəkliyində, yəni 3-də. Arpaçay yerləşir Naxçıvan vilayətində. Ceyranbatan yerləşir Böyük Qafqaz vilayətində. Deməli, ardıcıllıq belə oldu. 5-3-1-4. 5-3-1-4, 5-3-1-4 Y variantı. Sual 7. Mənsubi okean səviyyəsində olan çayın orta meyilliliyi 3,5 metr bölünsün kilometr, uzunluğu 2000 kilometrdir. Çayın mənbəyinin mütləq hündürlüyünü metrlə hesablayın. Deməli, biz meyilliliyin düsturuna əsasən çayın düşməsini əvvəlcə tapa bilərik. Meyilliliyin düsturu necə idi? M bərabərdir. Çayın düşməsi D-də yazırlar. Bəzi kitablarda H-la da işarə olunur. Gəlin biz D olaraq elə işarə eləyək. Yəni çayın düşməsi bölünsün çayın uzunluğuna. Biz buradan asanlıqla düşməni tapa bilərik. Düşməni tapmaq üçün meyilliliyi vurmalıyıq uzunluğa, çayın uzunluğuna. Yəni 3,5-i vurmalıyıq 2000-ə. Yine birbaşa cavabı yazsaq 7000 olacaq. Çayın düşməsi 7000-dir. Çayın düşməsi də bildiyimiz kimi mənbə ilə mənsəb arasındakı fərq idi. Mənsəb okean səviyyəsidir, yəni 0 metrdir. Onda deməli çayın mənbəyi də olacaq 7000. Çünki 7000 metr çayın düşməsidir. 7000-dən 0 çıxanda təbii ki, yenə 7000 metr qalacaq. Yəni 7-də cavab C variantı. Sual 8. Xəritə sxemdə göstərilmiş okean cərəyanlarının yaratdığı iqlim şəraiti. Bunlar hansı okean cərəyanlarıdır? Deməli, bu Şimali Atlantikadır, isti cərəyandır. Braziliya isti cərəyandır. Qvineya isti cərəyandır. Mozambik həmçinin isti cərəyandır. Və bildiyimiz kimi isti cərəyanlar bulutluluğu artırır, havanın qalxan hərəkətidir və havanın qalxan hərəkəti olduğu üçün yağıntıların miqdarını artırır. İndi gəlin baxaq variantlara. 1. Bulutsuz hava şəraiti. Bu səhv fikirdir. Bayaq dedik, buludlu hava şəraiti olur. Biri götürmürük. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin az olması, bəli, 2-ni götürəcəyik. Yüksək təzyiq sahəsi, xeyir, 3 səhvdir. Sonra yağıntıların miqdarının çox olması, bəli, yağıntıların miqdarını çoxaldır. Buludluq və havanın qalxan hərəkəti həmçinin doğru ifadədir. 2, 4, 5, 8-də cavab A variantı. Sual 9. Kür Araz ovalığı, Arazboy düzənliklər və Abşeronun iqliminə aid ümumi xüsusiyyət. A. İllik temperatur amplitudu kiçikdir ifadəsi yanlış ifadədir. İllik temperatur amplitudu böyükdür. B. Qışı soyuq keçən yarım səhra quru çöl iqlimi mövcuddur. Xeyr, qışı soyuq keçən yox, qışı mülayim keçən yarım səhra quru çöl iqlimidir. C. Yayı quraq keçən mülayim isti iqlim təbii ki, səhv cavabdır. D. Mümkün buxarlanmanın, yəni buxarlanma qabiliyyətinin
yağıntıdan daha çox olduğu ərazilərdir. Bəli, D variantı üçü üçün də ortaq cəhətdir, ümumi cəhətdir. Rütubətlənmə əmsalı vahidə bərabərdir fikri də təbii ki, yanlışdır. Rütubətlənmə əmsalı vahiddən kiçikdir, quraq ərazilərdir, yağıntılar az düşür. Deməli, 9-un cavabı D variantı. Sual 10. Ərazisində mövcud olan landşaft tiplərinin sayının artmasına görə təbii vilayətlərin ardıcıllığını müəyyən edin. Deməli, Böyük Qafqaz, Kiçik Qafqaz, Kürdağ arası və Lənkəran vilayətləri verilib. Kürdağ arasında ən azdır. Ona görə 3-ü birinci yazacaq. Sonra Lənkərandadır. Ondan sonra Kiçik Qafqaz gəlir. Ən çox landşaft tipi Böyük Qafqazda yayılıb. Bir də ən axırıncı gələcək. 3, 4, 2, 1 düzülüş bu şəkildə olacaq. Onda cavab Y variantıdır. 11-ci suala baxırıq. Yanlış bəndi müəyyən edin deyir. Gəlin müəyyən edək. 11-də deməli A'ya baxırıq. Argentina, Nigeriya federativ respublikalardır. Bəli, doğru fikirdir. Belarus, Macarıstan materik daxili ölkələrdir. Bəli, bu da doğru fikirdir. Böyük Britaniya, İrlandiya konstitusiyalı monarxiya dövlətləridir. Bəli, Böyük Britaniya konstitusiyalı monarxiya dövlətdir. Lakin İrlandiya konstitusiyalı monarxiya dövləti deyil. İrlandiya respublikadır. Ona görə də elə yanlış bənd C variantıdır. 11-in cavabı C variantı. Sual 12. Azərbaycan Respublikasının düzən torpaqlarına aid olan xüsusiyyətlər 1. Şirvan, Muğam, Mil və Qarabağ düzlərində açıq şabaldı torpaqlar formalaşmışdır. Xeyr, açıq şabaldı yox, boz qonur, boz çəmən torpaqlar yayılıb bu ərazilərdə. 1. Səhv fikirdir, götürmürük. 2. Naxçıvanın arazboyu düzənliklərində boz torpaqlar formalaşmışdır. Bəli, 2 düzgün ifadədir. 3. Lənkəran ovalığı və Talış dağlarının ətəklərində boz qonur torpaqlara rast gəlinir. Yox, Lənkəran ovalığında və Talış dağlarında sarı torpaqlardır. Ona görə 3 səhv fikirdir, götürmürük. Şollar düzü, Qanıxəyri, Çay vadisi və Kürboyu ərazilərdə çəmən meşə torpaqları yayılmışdır. Bəli, doğru ifadədir, çünki həmin ərazilərdə intrazonal landşaftlardır. 4 doğru ifadədir. 5. Abşeron yarımadasında Şəhər Ardıbat düzündə tallar şəklində şoran torpaqlara rast gəlinir. Təbii ki, bu da doğru ifadədir. 2, 4, 5 variant olaraq 12-də Y variantı doğru cavabdır. 13. Aralıq dənizi sahilləri, Havay adaları və Krım yarımadasına aid ümumi xüsusiyyət. Bu çox asan sualdır. Təbii ki, həmin ərazilər turizm bölgəsidir, turizm zonalarıdır. Turistlərin ən çox axın elədiyi yerlərdir. A variantı təbii rekreasiya ehtiyatları ilə zəngin ərazilərdir. Bəli, elə bizim doğru cavabımız A variantıdır. Həmin ərazilər turizm zonasıdır. Təbii rekreasiya ehtiyatları ilə zəngin ərazilərdir. 13-də cavab A variantıdır. 14-cü suala baxırıq. Qarabağ və Şirvan düzlərində yerləşən inzibati rayonlara müvafiq olaraq müəyyən edin deyir. Yazaq. 1, 2. Tərtər rayonu. Tərtər rayonu Qarabağ düzündə yerləşir. Yəni A 1-ə aiddir. Kürdəmir yerləşir Şirvan düzündə. B aiddir 2-yə. Göyçay yerləşir həmçinin Şirvan düzündə. Ağcabədi və Bərdə də Qarabağ düzlərində yerləşir. D, Y. 1-ə A, D, Y, 2-yə B, C. 14-də düzgün cavab C variantıdır. Sual 15. Uyğunluğu müəyyən edin deyir. Azərbaycan, Qazaxıstan, Özbəkistan. Yazaq. 1, 2, 3. A. Əhalisi türk dil qrupunun Qıpçaq qoluna aiddir. Bu Qazaxıstan ölkəsidir. A 2-yə aid olmuş olacaq. Sahəsinə görə ən böyük türk dövlətidir. Həmçinin bu da Qazaxıstana aid ifadədir. Əhalinin çox hissəsi türk dil qrupunun Uyğur
qoluna aiddir. Fikri Özbəkistana aiddir. Palçıq vulkanlarının sayına görə dünyada fərqlənir. Təbii ki, bu Azərbaycandır. Azərbaycanda palçıq vulkanları geniş yayılıb. Ərazisinin çox hissəsi Amudərya və Sırdərya çayları arasında yerləşir. Təbii ki, Özbəkistana aid ifadədir. 1-ə D, 2-yə AB, 3-ə SY, 15-ci AB B variantı. Beynəlxalq iqtisadi əlaqələrin müvafiq olaraq ən yeni və ən qədim formalarını müəyyən edin deyir 16-cı sualda. Təbii ki, ən yeni forması elmi-texniki əməkdaşlıqdır. Ən qədim forması isə xarici ticarətdir. 16-da cavab D variantıdır. Sual 17. Xəritə sxemdə ştrixlənmiş ərazilərin ümumi əlamətlərini müəyyən edin. Bu ştrixlənmiş ərazilər çöl təbii zonasının yerləşdiyi ərazilərdir. Gəlin baxaq. 1. Enlik zonallığın pozulması aydın müşahidə edilir. Xeyr, burada enlik zonallıq pozulmayıb. Enlik zonallıq dağlıq ərazilərdə pozulur. Həmin ərazilər düzən ərazilərdir. 2. Yanar faydalı qazıntılar hasil edilir ifadəsi təbii ki, yenə yanlış ifadədir. 3. Ot bitkiləri ağac bitkilərinə nisbətən üstünlük təşkil edir ifadəsi doğru ifadədir. Çöl zonasıdır, ot bitkiləri ilə zəngindir. Tropik bitkilər yetişdirilir ifadəsi təbii ki, səhvdir. Dünyanın əsas taxılçılıq bölgələridir. Bəli, çöl zonası taxılçılığın ən inkişaf etdiyi bölgələrdir. Münbit qara torpaqlar yayılmışdır ifadəsi təbii ki, düzgün ifadədir. 3, 5, 6 variant olaraq 17-nin cavabı Y variantıdır. Sual 18. Sxemdə təsvir edilmişdir. Baxarıq burada nə təsvir edilib? Deməli, axın boyu çaylar dərəsini formalaşdırır bildiyimiz kimi. Yuyulması daha çətin olan suxurların səthə yaxın yerləşdiyi dayaz yerlərdə astanalar əmələ gəlir. Yəni, burada astana təsvir edilib. 18-də cavab elə A variantıdır. Sual 19. Doğru bəndləri müəyyən edin. 1. Alüvyal düzənliklər buzlaqların fəaliyyəti nəticəsində yaranır. Xeyr. Alüvyal düzənliklər çay çöküntülərinin nəticəsində yaranır. Bir səhv ifadədir. 2. Kiçik Qafqaz dağlarında maqmatik suxurlar üstünlük təşkil edir. Bəli. 3. Şaxdağ silsiləsində morenlər geniş yayılmışdır. Şaxdağ silsiləsi bildiyimiz kimi Kiçik Qafqazda yerləşir. Xeyr, orada morenlər geniş yayılmayıb. 3 səhv ifadədir. Küraraz ovalığı alüvyal mənşəli suxurlarla örtülmüşdür. Doğru cavabdır bu. 5. Kiçik Qafqaz tektonik zonasının bəzi ərazilərində 8-9 bal gücündə zəlzələlər ola bilər ifadəsi də doğru ifadədir. Deməli, hansılar oldu? Doğru cavablar 2, 4, 5 variant olaraq 19-da C variantı. Sual 20. Exolotdan okean dibinə göndərilmiş siqnal 6 saniyə ərzində geri qayıdarsa dərənliyi müəyyən edin. Bunu şifahi edə bilərik. Bilirik ki, deməli 6 saniyə ərzində geri qayıdıbsa, bunun üçün 3 saniyə getmiş olacaq və səsin suda yayılma sürəti saniyədə 1500 metrdir. 3-ü də biz 1500 metrə vursaq, edər 4500 metr. Yəni, okeanın dərinliyi olacaq 4500 metr, 20-də cavab A variantıdır. 21-ə baxırıq. Hava nəqliyyatında yük daşımalara görə fərqlənən regionlar, təbii ki, bu Şimali Amerika və Qərbi Avropadır. Ən çox fərqlənən regionlar inkişaf etmiş ölkələrin yerləşdiyi regionlardır. Yəni, 21-də cavab C variantıdır. 22-yə baxırıq. İnkişaf etməkdə olan ölkələrə aid xüsusiyyətləri müəyyən edin deyir. 1. Təsərrüfatın ərazi quruluşu əsasən monosentrikdir. Monosentrik nədir? Yəni, monosentrik tək mərkəzli deməkdir və bu da inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Belə ki, bu ölkələrdə təsərrüfat əsasən bir mərkəzdə, ölkənin paytaxtında yaxud liman şəhərində cəmləşir. Ölkənin daxili rayonlarında əsasən mineral, xammal və kənd təsərrüfatı məhsulları istehsal olunur. İxrac üçün paytaxta və liman şəhərinə göndərilir.
Yəni bu xüsusiyyət inkişaf etməkdə olan ölkələrə aiddir. Biri götürəcək. 2. Təsərrüfatın sahə və quruluşunda 3-cü və 4-cü sektorun payı yüksəkdir deyir. Xeyr. 3-cü və 4-cü sektorlar inkişaf etmiş ölkələrdə yüksəkdir. 2. Səhv ifadədir. 3. Təsərrüfat əsasən bir mərkəzdə və ölkənin paytaxtında yaxud liman şəhərdə cəmlənir. Bayaq bunu dedik. Bəli, bu doğru ifadədir. Sənaye mərkəzləri ilə yanaşı zəif inkişaf etmiş rayonlarda mövcuddur ifadəsi də təbii ki, doğru ifadədir. 1, 3, 4 variant olaraq doğru cavab D variantıdır. Digərlərinə də baxaq. Elektrik enerjisi istehsalı yüksəkdir ifadəsi səhvdir. Ərazilərində köhnə sənaye rayonları mövcud olur ifadəsi də təbii ki, səhv ifadədir. 22-ci cavabı D variantıdır. 23-cü suala baxırıq. Temperaturu 30 dərəcə Selsi olan 5 kub metr havada nisbi rütubətlilik 45% olarsa, havada olan su buxarının miqdarını hesablayın. 30 dərəcə Selsi temperaturda 1 kub metr havada maksimum 30 qram su buxarı olur. Əgər 1 kub metrdə 30 qram olursa, 5 kub metrdə nə qədər olacaq? Təbii ki, 5 vurulsun 30, 150 qram olacaq. Yəni 150 qram 100%imizdir bizim. Bildiniz də hardan gəldi? 5-i vurduq 30-a. Sadədir bu. Bizdən deyir nisbi rütubətlik 45%-dir. X-i tapacaq burada. 150 vurulsun 45 bölünsün 100. O da bərabərdir 67,5. Tapdıq 23-cü cavabı 67,5-dir. 24-cü suala baxırıq. Minmuğan və Şirvan Salyan iqtisadi rayonlarına aid ümumi əlamətlər 1. Rekreasiya ehtiyatları ilə zəngindir. Xeyr, bu ifadə səhvdir. 2. Neft və qaz hasilatı ixtisaslaşmış sənaye sahələrdir. Bəli, bu ifadə hər ikisi üçün də doğrudur, lakin cavabda səhvlik var. Cavabda 2-ni götürməyiblər, amma əslində götürülməli idi. Biz 2-ni götürəcəyik, çünki doğru ifadədir. 3. Ərazisindən ölkə əhəmiyyətli dəmir və avtomobil yolları keçir ifadəsi də düzgündür. Bəli. 2 tektonik zonada yox, 1 tektonik zonada yerləşir. Səhv ifadədir bu. Xarici ölkə ilə həmsərhəddir. Bəli, İranla həmsərhəddir. Hər iki iqtisadi rayon. 2, 3, 5 bizim doğru cavablarımızdır 24-də. 25-ə baxırıq. Xəritə sxemə əsasən əkinçiliyin inkişafı üçün əlverişsiz təbii şəraitə malik əraziləri müəyyən edin. 1 əlverişsiz sahədir. Çünki birin olduğu ərazi səhra və yarım səhra zonasıdır. 1-i götürürük. 2 əkinçiliyin əlverişli olduğu ərazidir. 2-ni götürmürük. 3 həmçinin əlverişsizdir. Çünki soyuq ərazidir. 3-ü götürəcəyik. 4 əlverişsizdir. Ekvatorial zonadır. Bura bataqlaqlaşmış sahələrdir. Rütubətlənmə əmsalının vahiddən böyük olduğu, ifrat rütubətlənmiş ərazilər olduğu üçün əkinçilik üçün yararlı deyil. 5 isə yararlıdır. 6 da həmçinin yararlıdır. Bizim doğru cavabımız oldu 1, 3, 4, 25-in cavabında. 26-cı sual. Su ehtiyatlarının nəzarət zəminində hansı ölkələr arasında münaqişə baş vermişdir? Deməli, baxırıq. 26-da 1 Senegal, Mavritaniya, bəli, baş verib həmin ölkələr arasında. 1-i götürəcəyik. ABŞ, Kanada arasında olmayıb münaqişə. 3 Hindistan, Pakistan olub, bəli, 3-ü də götürəcəyik. 4 Sudan, Misir, bəli, bu ölkələr arasında da münaqişə baş verib. Belarus, Polşa arasında baş verməyib. İraq və Suriya arasında baş verib. 1, 3, 4, 6 bizim doğru cavablarımızdır 26-da. Keçdik 27-ci suala. Uyğunluğu müəyyən edin deyir. 1, 2, 3 yazaq. Keyfiyyət fonu, izoxətlər, areal usulu. A. Coğrafi obyektlərin kəmiyyət göstəriciləri ifadə olunur. Bu nöqtələr üsuludur. Yəni bu heç birinə aid deyil. Nöqtələr üsulu yoxdur burada. B-yə baxırıq. Fiziki xəritədə dağlar, yüksəkliklər,
Yaylalar bu üsulla təsvir edilir. Bu təbii ki, keyfiyyət fonu üsuludur. B aiddir 1-ə. Sonra şeyə baxırıq, təbii zonalar, landşaftlar, bitki və heyvan növlərinin yayıldığı ərazilər təsvir olunur. Bu təbii ki, areal üsuludur. Havanın temperaturu, təzyiqi, yağıntıların paylanması təsvir olunur. Bu izoxəttlər üsuludur. Sonra okean cərəyanları, çayların axan istiqaməti bu üsulla təsvir olunur. Həmin üsul burada yoxdur. Həmin üsul hərəkət xəttləri üsuludur. Yəni Y-də heç birinə aid deyil burada. Deməli 1B, 2D, 3C doğru cavabdır. Keçdik situasiya tipli tapşırıqlara. Ərzaq çatışmazlığı problemi təbii, iqtisadi və siyasi amillərin təsiri ilə baş verir. Hal-hazırda təbii resursların azalması və ətraf mühitin çirklənməsi, iqlim dəyişkənliyinin yaratdığı kəskin hava şəraiti, siyasi konfliktlər insanların qidası üçün zəruri olan məhsulların istehsalına mane olur. Qeyd edilən amillərlə yanaşı, bəzi ölkələrin keçmiş müstəmləkə siyasətinə məruz qalması onlarda bu problemi yaradan əsas səbəblərdən biridir. 28. Mətnə əsasən ərzaq çatışmazlığına birbaşa təsir edən kataklizmləri müəyyən edib yazın. Ən azı 3 nümunə göstərin. Təbii ki, iqlim dəyişkənlikdən bəhs ediblər. Quraqlıq yaza bilərik. Quraqlıq səbəb olur ərzaq çatışmazlığına. Sonra su basma, daşqın, sel, bütün bunları yaza bilərik. Quraqlıq, sel, daşqın, su basma. 29. Cədvəldə verilmiş nümunələrin mətndə verilmiş amillərə əsasən qruplaşdırın. Gəlin qruplaşdıraq. Əhalinin artımına uyğun olaraq ərzaq istehsalının artmaması bu hansı amildir? Təbii ki, iqtisadi və siyasi amildir, yəni ikinci amildir. Ona görə bura plus işarəsi qoyacaq. 2. Taxıl zəmilərinin çəyirtkə istilasına məruz qalması, təbii ki, bu təbii amildir. Ona görə 1-ə qoyacaq plus işarəsi. Silahlı münaqişələr, bu iqtisadi və siyasi amildir. Bura müsbət işarəsi qoyacaq. Mövsümi quraqlıq səbəbdən sahil zonasında yerləşən ölkələrdə heyvandarlığın zərər görməsi, bu təbii ki, təbii amildir. Bura müsbət qoyuruq. Çox sahəli kənd təsərrüfatının mövcud olmaması da təbii ki, iqtisadi və siyasi amildir. Yəni 2-yə müsbət qoyacaq. Keçdik 30-a. Mətndə qeyd edilmiş ölkələrdə yaranan ərzaq probleminin siyasi səbəbini izah edin və bu tip ölkələrə aid 3 nümunə yazın. Deməli, burada bu ölkələrdə ərzaq probleminin siyasi səbəbi belə ki, çox sahəli kənd təsərrüfatının məhv edilməsidir. Yəni, keçmiş müstəmləkə ölkələrində əkin sahələrinin hər hansı ixrac xarakterli bitkilərinin plantasiyasına ayrılması və çox sahəli kənd təsərrüfatının məhv edilməsidir və həmin ölkələrə misal olaraq biz Konqonu, Sudanı, Anqolanı, əsasən Afrika ölkələrdə, bunlar kasıb ölkələr, Hindistanı, Asiya ölkəsi Hindistanı misal göstərə bilərik. Belə, 17-ci sınağında sonuna gəldik. 18-ci sınaqda görüşmək üzrə. Kanala abunə olmağı unutmayın. Əgər bəyəndinizsə bəyən butonuna basmağı da unutmayın. Kanalı paylaşın ki, daha çox insanlar bu videolardan faydalansınlar. Hər birinizə uğurlar arzu edirəm. Gələn sınavda görüşmək üzrə.